Salam yoldaşlar, bu dəfəki sualımız praktikada ən çox soruşulan məsələlərdən biridir. Hansı ki, bir sütun boyu namizədlərin və yaxud da ki, müştərilərin fin kodlarını daxil edərkən həmin fin kodların sadəcə 7 simvoldan ibarət olduğu halda qəbul etsin. Əks halda, yəni 7-dən az və yaxud da çox olanda xana həmin fin kodu, yəni o simvol uzunluğunu qəbul etməsin. O halda nə edirik? Seçirik həmin aralığı. Bizə müəyyən bir aralıq lazımdır. Gəlirik yenə data menüsünə. Data menüsündə data validation. Bu hissədən biz seçirik artıq text length. Text lengthdən bizə müəyyən bir aralıq yox, konkret olaraq 7 simvol lazım deyə equal to 7 yazırıq bu hissəyə. 7 yazıb OK eləyirik. Artıq bu aralığa biz 7 simvoldan ibarət məlumatlar yaza bilərik. Misal üçün 1, 2, 3, 4, 5, 6, 7. Baxın, bunu qəbul etdik. 1, 2, 3 dedikdə qəbul etmir. Və yaxud da ki, hər hansı bir simvol yazaq. Bu 7 simvoldan ibarət deyə qəbul etdi. Ancaq misal üçün biz bunu bu halda yazsaq, artıq qəbul etmir. Yəni, simvol sayı 7-yə bərabər olmalıdır. Fin kod sayına bərabər olmalıdır ki, biz bu xanalığa həmin məlumatları daxil edə bilək. Bu qədər. Təşəkkürlər.